Formül və tənliklərəcə hesablamalar. Birinci sual. Doğru olmayan fikir müəyyən edeyim. Deməli, A variantda deyilir ki, yanma prosesində O2 qazı iştirak edir. Bəli, bu düzgün fikirdir. Yanma prosesində O2 qazı həqiqətən də iştirak edir. B variantında, yəni zaten yanma proseslərində biz O2 qazından istifadə edəcəyik də, yəni bu görünür. B variantında deyilir ki, desublimasiya fiziki prosesdir. Bəli, aqreqat halında, yəni hallarında çeşidlər olarkən, bəli, biz bunu fiziki prosesə aid edirik. Desublimasiya qazın bərkə keçid formasıdır, amma sublimasiya bərkdən qaza, yəni keçməsidir. Yəni buna da desublimasiya aid nümunə yoxdur, amma sublimasiya aid nümunə deyə bilər ki, qrupuz, yor, yəni həqiqətən də bərkdən qaza keçir. Yəni buna aid nümunə göstərmək olur, naftalin də göstərmək olur. C variantında deyilir ki, H2O və H2O2 maddələrinin keyfiyyət tərkibi eynidir. Keyfiyyət tərkibi eynidir, yəni biz elementlərini göstəririk də. İkisində də eyni element var, hidrogen elementi var, ikisində də O2 elementi var. D variantında deyilir ki, maddələrin, yəni H-xlor, bir də H-xloro maddələrinin keyfiyyət tərkibi eynidir. Xeyr, eyni deyil. Birində oksigen var, amma o birisində oksigen yoxdur da. Yəni bunlar necə eyni ola bilər ki? Y variantında deyir ki, korroziya kimyəvi hadisədir. Bəli, korroziya metalın tərkibinin dəyişməsi hadisəsidir. Yəni bu əlbəttə ki, kimyəvi hadisəyə aiddir. Yəni nə deməkdir? Metal öz sərbəst halından oksid və ya duz halına keçir. İkinci sual. Deyir ki, burada cavab D variantı oldu. Bəzi səhv istəyirəm. Deyir ki, X elementini müəyyən edin. Karbon S2. Deməli, maddələrin ayirləri olur. İndi bizə kükürdü veriblər. Karbon da 12-dir. Bunu bilirik. Deməli, S2 bu birləşmədə bunun ayiri 12-dir, bunun ayiri 32-dir. Biz bunun görünməyən bir 1 var. Bunun da yanında görsəndə, yəni içini veriblər zaten. Biz bunları nisbi molekul kütlələrini tapanda 12-ni 1-ə vururuq. Sizə gəlsin 32-ni 2-yə vururuq. Yəni 32 vursun 2. İndi bunları toplayaq. Bu 12 elədi, bu 64 elədi, cəmi 76. Sonra bizə o bir sistemlərə baxaq. Bunun nisbi molekul kütləsini, bu A-ya bərabərdir. Yazıblar özləri ki, karbon S2-nin nisbi molekul kütləsi A-dır. Biz də tapdıq ki, 76-dır. Sonra bizə aşağıdan deyir ki, karbon X2-nin nisbi molekul kütləsi A çıxılsın 32-dir. İndi bunu bayaqki yolla eləməyə çalışaq. 12-də ayırı 12-ni 1-ə vururuq. Üstünə gəlsin. Bunun da ayırını X deyək. X vursun 2X, yəni bilmirik ayırı nə qədərdir. Bərabərdir. A çıxsın 32. Biz də A-nı tapmışıq axı 76. Ya da 12-si də gəlsin 2X bərabərdir 76 çıx 32. Deməli, buradan 12-si də gəlsin 2X bərabərdir 4, 44 eləyirmiş. 2x bərabərdir 44-dən 12-ni çıxarıq. Nə qədər eləyir? 32, x də bərabərdir 16-ya. Deməli, bu oksigen elementiymiş. Cavabımız B variantdır. Daha sonra isə 3-cü suala keçirik. 3-cü sual nədir? Deyir ki, fiziki maddələri müəyyən edin. Fiziki hadisələr daha doğrusu müəyyən edin. Fiziki hadisələr dedik ki, aqreqat halıdır. Yəni bu aqreqat halları fiziki hadisələrə aiddir. Amma məsələn, sudan oksigenin alınması bu kimyəvi hadisəyə aiddir. Çünki H2O-dan H2 və O2 alınırsan. Yəni bunu təbii ki, reaksiyalar nəticəsində alınır deyinə. Bu kimyəvi hadisəyə aiddir. Neytral atomun kationa çevrilməsi, yəni bu tamamen neytral atomdur. Çünki onun yəni bu iyonu olmur. Yəni müsbət və ya mənfi iyonu olmur da. Amma mən bunu çevirdim deyirəm müsbət
Yəni bu nisbət olanda kation olur da. Bu artıq fiziki hadisə sayılmır. Yəni çünki ona dəyişiklik edibsən. Amma qazın mayeye çevrilməsi kondensləşmə hadisəsidir bu arada. Mayenin donması, yəni ki, bu adi məsələn suyu donduranda bərk maddə əmələ gəlir. Bu aqreqat hal dəyişməsi olduğuna görə bəli fiziki hadisələrə aiddir. Yəni B variantıdır. Dördüncü sual. Deyir ki, 36 qram maqneziumun tam yanmasına neçə litr O2 sərf olunur? Dedik ki, 2 magnezium sizə gəlsin O2 alınır, 2 magnezium O. Deməli, və bizə aid veriblər, magnezium 24-dür. Biz əvvəlcə bunları, deməli, nə istəyir? Oksigen istəyir. Biz tamam, oksigenə aid bir tənlik quraq. Adi riyaziyyatdakı kimi. Biz əvvəlcə yazmadan əvvəl, biz görək ki, bax, 2 qarşısında 2 əmsalı var. Mən bu 2-ni 24'ə ayına vuraram. Çünki bizə verilən 2 mol 24'dür. 2-ni 24'ə vururam. Görək bunda nə qədər litr oksigen var? Bir qarşısına 1 verilib. Mən də keçən dəfə demişdim ki, 1 molunda 22.4 litr O2 olur. Ya da hər hansı bir element olur. Adi normal şəraitdə. Ona görə də yəni 2 vurulsun 24 qram magnezyumda 1 vurulsun 22.4 litr adi normal şəraitdə O2 olur. Birdən də 36 qramında neçə litr O2 olur? Hə, bir də gəl bunu hesablayaq. Gəl hesablayaq. 36 vurulsun 22.4. Yəni 1'ə vurmağa ehtiyac yoxdur. Yəni 2 vurulsun 24. Deməli bunu hesablayaq. Bu 18 eləyir. Deməli bunu hesablamaya çalışın. 4, 5, 10 da 6 eləyir. Bu 3 eləyir. 18, 1 ədəd, 15, 1 ədəd, 16. Bəli, 10,8 16,8 litr oldu. Deməli cavabımız B variantıymış. Deməli 5-ci suala baxaq. Deməli burada necə edirik? Hə, deməli magnezium CO3, magnezium o sizə gəlsin CO2. İndi bilmirəm, kameranı dayandırmışdım, bəxtim dərslə hayıram. İndi bilmirəm, yəni, indi mən bəxtimdən boşuna danışdım, bilmədim. Hər nəysə. Yeterli deyil, təzdən yazmaq həqiqətən yorucudur. Ona görə elə yazdıqlarımı izah etməyə çalışacağım. Əgər təkrardırsa, sıçasacağım oram. Nəysə. Magnezium CO2, magnezium oksigensin CO2. Deməli, parçalanan maddənin mol sayıdı, alınan karbonun qazının mol sayı 4'dür. Reaksiyon praktik çıxımı 80%'dir. Deməli, əvvəlcə mollarına baxaq. Görürük ki, molları eynidir. Əmsallar yəni daha doğrusu. Hə, indi biz məsələnin əsas gedişatına gedə bilərik. Baxın, bizə nə istəyir? Deyir ki, parçalanan maddə nədir? Parçalanan maddə magnezium CO2'dir. Bölünüm nəyə? Magnezium O-ya, CO2'yə. Və deyir ki, bu X mol qədər parçalananda 4 mol alınıbdır. Bizdən qıraqda deyir ki, praktiki çıxımı 80%. Yəni demək istəyir ki, bu 80% reaksiyaya giribdir. 80% reaksiyaya girib 4 mol CO2 alınıb. Yəni bizə nə demək istəyir? Yəni ki, tam 100% girsəydi nə olardı? Onu mən yazdım ki, 80%-nə 4 mol giribsə, yəni 80% olanda və tam reaksiya baş versəydi, onda nə qədər CO2 alınır? Deməli 5 mol alınır. Bir də bayaqlarım görürük ki, parçalanan maddə mol sayı 1 olanda elə CO2 1 mol olacaq. Yəni 1'in 1'i olacaq. Mən ona görə yazdım ki, 1 mol olanda 1 mol CO2 olursa, bəs X mol olanda 5 mol CO2 olursa, bəs X nə qədərdir? Elə 1'in 1 olduğuna görə 5'in 5 olacaq da. Yəni eyni mol nisbətindədirlər. Ona görə mən D variantı yazdım. Hə, mən deyirəm niyə 57 dəqiqə dayanmışam. Evet, bu kadar da zamanda ders edim.
Hansı maddələrdə elementlərin kütlə nisbəti eynidir deyir. Kütlə nisbəti rahat bir şeydir. Yəni ki, maddələrin ayırını indeksinə vurursan, bir başqa elementinin də ayırını indeksinə vurursan və onların kütlələrinin nisbətini hesablayırsan. Mən də bunların hamısı bir-bir yazmışdım əslində, izah edirdim. Nəsə, deməli bu C2H4-dən 12-də ayırı 2-yə vurdum. 1-i 4-ə vurdum. Sonra nisbətini tapdım ki, 6-nın 1-ədir. Digərlərini də həmçinin bu şəkildə edeyim. C3H6-da 12, 3 yavranda 36, 1 6 yavranda 6, nisbəti 36-nın 6-ya nisbəti necə olacaq? Hərəsini 6-ya bölsən 6-nın 1-ə. Bu bilərdə də eyni. Həmçinin və tapdım ki, 1, 2, 4-cü suallarda bəli. Bax, göstərim belə. Yəni burada 5-in 1 oldu, burada da 6-ın 1 oldu. Ona görə 1, 2, 4-cü cavablar Y variantı oldu. Bunlar bir yaxın çox şey izah eləmişim. Yəni, əməm getdim. Neysə. 7-ci sualda deməli 0.2 mol X o birləşməsinin kütləsi 8 qramdır. X S birləşməsinin nisbi molekul kütləsini hesablayın deyir. Mən də hər bir maddənin 1 molunu tapmalıyıq. Həmişə nə olur olsun 1 molunu tapmaq məcburiyyətindəyim. 0.2 molunu 8 verirsə 1 moluna nə qədərdir? Mən onu tapdım ki 40-dır. Hə, işte yəni ərşə çıxdım. X olmaz 40-dırsa və biz X-in özünə qədərdir. Bir soruşmaq ayıb olmasın. Mən də bunu axtardım. Gördüm ki, bu 16-dır. Oksigen ayını indeksinə vuranda 16-dır. Deməli, X-imiz 24 imiş. Sonra biz də şərtdən nə istəyir? Baxıram, görürəm ki, X et birləşməsinin nisbi molekul kütləsini hesablamağımızı istəyir. Biz də tapdıq ki, bunun ayırı 24'dür. İndeksində zaten 1'dir. Ona görə dərd eləmədim. 24'ün üstünə tükürdüm. Zaten buradan verib 32. 32'nin üstünə gəldim, elədim 56. Deməli, nisbi molekul kütləsi 56 imiş. Sonra 8-ci sualda. 8-ci sualda deməli bizdə nə deyir? Deyir ki, A üstəgəlsin 88 B imiş. Bizdə də bu maddəni istəyir. Aşağıda da ipuçları veribdir. Bir ki, bax ikisində də X var. Yəni ki, ikisi eyni elementdir da. Yəni ona görə də bizə çarə çıxış yolu verirlər. X-in üstünə 16-nın gələndə ayrıyır. X-in orada 2x-dədir, üzr sayın, indeksi görmədim. 2x-in üstünə 16 vur 3 gələndə B alınırmış. Hə, indi görək qayda orada tənlik vermişdi. Bax, belə bir tənlik vermişdi. Tənlikdə A var, B var, açmışıq. Hə, yerinə də qoymuşam, yerinə. Bir bu A-nın nədir qiyməti, B-nin qiymətini qoymuşam. X-i oradan 56 tapmışam. Sonra da bizdən nə istəyirdi? Deyir ki, X3 o 4-ün nisbi molekul kütləsini tap. Yəni ki, elementlərin ayələrini, indekslərini vur, topla. Burada biləm ki 56'dır. 56'nı 3'ə vurdum. Okey. Bunun için oksijenin ayarı 16'dır. 4'ə vurdum. Okey. 232 aldım. Deməli cavabımız da 232 imiş. Sonra 9-cu suala gəldim. 9-cu sualda kütlə payının danışdım bayağı. Kütlə payı nədir? Kütlə payı oksigenin, yəni oksigen olmasa da hər hansı bir elementin ayarını indeksinə vurub bölürəm. Həmin o elementin yenə ayır vur indeksi üstə gəlsin. Onun yanındakı hər nə qədər neçə dənə element varsa ayır vur indeksi. Məsələn H2SO4 elementində, yəni H2SO4 element. Bir səriyəsiz oldu. Bax bunun mənə məsələn kükürdün o ayırın ya da 32 vur 1 bölünsün. Yenə 32 vur 1 üstə gəlsin saxla. Hidrogenin ayırını vur indeksinə 1-2 yavrunda 2 üstə gəlsin. Oksigenin yenə ayırını vur indeksinə 64. O da tapdıq ki nə qədər? 32 yuxarıda, aşağıda 34, 98. Hə, deməli 98, 32 imiş. Onu da vursan 100'ə falan qalxıla alın. İndi mən misal üçün deyirəm da. Burada da həmin yolla gedəcəm. Magnezium onun oksigen kütlə payını istəyir bizdən.
Oksigen yazdım belə 16 böldüm. Magnezium onun nisbi molekul kütləsini yəni tapdım. 24'dür magnezium çünki indeksi 1'dir. Oksigen üçün 16 topladım nə qədər? 40. Sonra onun 100'ə vurdum. Küçükdə payı yəni əslində budur amma bizdən faizlə istəyəndə 100'ə vururuq. Riyaziyyatda küçük bunu bilirik də yəni yəqin ki elementlərin faizini tapmaq istəyəndə 100'ə vururuq da biz bunu bilirik. Hə. Orada nə qədər almışdım? Mən 40 almışdım. Sonra da biz bunu 40 tapdıq anı. İndi SO2'ni də həmin yolla tapmışdım 50. Yəni o yolla da yəni 16'nı 2'ye vurmuştum 32. 33'ünü də bölmüşdüm. 32 üstə gəlir 32 çünki tükürdün zaten ayrı 32'dir. 1'ə vuranda yenə 32 alınır. Orada 2'də 1'də 100'ə vuranda da 50 eləyəcəm. Yəni eyni bu cür üstünə eləmişdim mən. Sonra 10-cu suala gəldim. 10-cu sualda deməli 10-cu sualda bayaq getdiyim yollandı. Əgər məsələn bizə qram veribsə, ikisi də qramdırsa, onun ikisini də qramla istifadə edəcəm. İndi bizə deyir ki 48 qramla x qramdırsa, indi mən düşünürəm ki 16 qram CH4. Hə, bir də əvvəlcə biz bunlar həmişə birlikdə reaksiyalarda əmsallar yazmalıyıq. Yəni əvvəlcə çalışmışdım, əmsalsız getdim, sonra gördüm ki nəsə düz getmir. Və görürəm ki burada deməli bu indi alkanın yanma reaksiyasıdır. Çünki CH4 metan qazıdır. Metanın yanma reaksiyasıdır. İndi metanın yanma reaksiyasına görə indi burada hidrogen yəni karbon bir dənədir. Burada əslində 1 deməkdir. Karbon ayağındakı bu 1'in üstünə 1 gələndə suyun əmsalını yazırıq. Oksijende 3 hissədə gəlsin, 1 bölünsün, 2 üstündən hesablanır. İndi alkanlar dərsində bu bir qaydadır, amma siz o üstündən tapıya bilərsiniz. Yəni görürəm ki, burada 4 hidrogen var. Mən burada görürəm ki, amma 2 dənə hidrogen var idi. Bax görürsən ki, 2 dənə hidrogen var. Mən bunu neynim 4 olsun. Deməli qabağına 2 ataram ki, 2-ni vuranda 4 edər. Görürəm ki, 2 oksigen, burada 2'ni 1'ə vuranda 2 oksigen. Cəmi 4 oksigen. Bəs burada necə edeyim ki mən bunu 4 oksigen olsun? Ayağında 2'si də var bu arada. Onun üçün 2'yə vururam da. Yəni 2'ni 2'yə vuranda 4 eləyir. Çünki əmsalını indeksinə vuranda ümumi atom sayını tapırsan. Məncə bu qəşəng aydın oldu. 16'ya 44'dür. Bu bayaq danışmışdım ki molekul kütlələri. Nisbi molekul kütləsi 16'dır, 44'dür. Hə, 16'ya girəndə 44 alınıbsa, bax 48'ə girəndə neçəsi alınır? 132. Reaksiya hesablayırsan və salam, qutardı. Bu qədər sadə. Keçdik 11-ci suala. 11-ci sualda deyir ki, burada 90% karbon olarsa. Hə, deməli 90% karbon olarsa. Necə eləyək bunu 90% karbon olarsa görə hesablayaq. 12x bölünsün 12x plus y. Ələ bir hesablayaq görə nə edirik? 19 görə nə edirik? Deməli 18 108x 9y. Bu bura 10'dan 2, bu da 12x 9y. 4, 3 deməli x-imi hər bir yazdım söyləyədim. 3 kaymış, y-imiz də 4 kaymış. Hə, bu 3'müş, 4'müş, 7. Hə, deməli necə tapdım mən? Axı biz bilirik ki, karbonun ayrı 12'dir. Biz bu indeksini bilmirəm. Ona görə də bu indeksinə x deyirəm. Hidrojeni də bilmirəm. Ona görə də ona deyirəm y olsun. Y yazdıq. Bəxtim danışıram. Bax burada deyir ki, karbonun kütlə yəni 90% karbon var. Yəni bu kütlə payıdır da elə. Kütlə payı nədir bəs? Onun üçün nə qədər neçə faiz olduğunu bildirmək üçün istifadə edirik. Hə, söz deyirəm ki 12x, yəni çünki bax elə bir baba göstərməm. Gözə göstərməm. Bu yəni şeydir. İkincisi test topusunda olan bir elementdir. Yəni ki alkanlara, alkenlərə, bax bunlara ait bir elementdir. İndi mən burada 12x bölünsün. Bax bayaq danışdım ki 12'ni indeksinə vurdum, böldüm, yenə eyni həmin oyun yazıram, saxlayıram. Yanındakı elementin ayırını eləyirəm. 1 vursun y. Hə, deyib bax bayaq elədim. Deyib düzdür.
Orada mən bunu əslində bu deyim nə deməkdir? Bu deməkdir ki, yəni bunu 100-ə vuranda 90% almısan. Bunu biz bilirik ki, reallıqda 90-ı 100-ə bölsən də bu vurma əməliyyatı bura keçəndə 100 olur. 100-ə bölünürsən da elə. Onda 9, bunu da hesab edəndə onda 9 alınır. Bunu da reaksiya hesablayırsan, buna gətirirsən. Orada riyaziyyatı deyir ki, elə bir bu x, bu 3, yəni 3-ə bərabərdir. Bu y də 4-ə bərabərdir. İndi bunu tam deyə, yəni necə deyək, sən bax 3-ü bu ya bu bərabər olması üçün 4-ü 3-ə vurarsan da, 3-ü də nəyə vurarsan 12 olsa 4-ə vurarsan. Yəni məntiq olaraq C variantına gəlsən. Amma biz bunu belə demirik də, yəni ki bu 3K, 4K deməkdir əslində. İndi bu riyaziyyatda necə başa salım mən də bilmirəm. Yəni ki nə eyni bir ədədə vursan, ikisinin hasilləri bir-birinə bərabər olar. Yəni məsələn burada K-ya 2 versəm 6 eləyə, bunu da 2 versəm 8 eləyə. İndi yerinə qoysaq nə olar? 4-ə 6-ya vur, 3-ə 8-ə vur. Yəni ona gətirib. İndi burada da indi 1-ə vurublar, 3 idi. Burada 4 idi. Ona görə bu Y variantı alıbdır. Deməli cavabımız Y-miş. Sonra 12-ci suala. Deməli 12 CO2 eyni mi oldu? Eyni mi oldu? Əvvəlcə bir reaksiya yazaq görün, neyinik. Çünki belə misallarda həqiqətən çətinliyim var. Görən necə gedə bilərik. Gedə bilərik ümumiyyətlə. Çünki əmsallar uyğun gəldi. 4. Hə. Deməli 6 mol CO2 alınıbsa, hansı qazda neçə mol artıq qalar? Deməli 2 mol gedəndə 6 mol gedəndə 6 mol CO alınır. Deməli ki 6 mol CO-ya 6 mol CO2 giribdir. 6 mol CO2. Burada 1 moldan 2 moldursa 6-na nə qədər? Əvvəlcə bir özüm hesablayayım görüm. 3. Deməli 3 girəndə 6 mol yaranmış. Hə. Deməli yəni ki evdən mi adım araşdırım gəldim. İzah elədim. Özüm bir başa düşürüm. Deməli belə bir şey deyiblər. Dedilər ki, hə. Deyil, bayaq şey elədim, getdim yol bir dənə danışım deyim necə. Elə mən getdim yol deyiblər. Sadəcə izah edirəm gözlə. Əvvəlcə bir reaksiyanı yazaq. Reaksiyada görürəm ki, deməli 3 dənə oksigen var, burada 2 dənə oksigen var. Deməli bunun qarşısına çatdım. 4 oksigen. Buradan 2 dənə karbon. Deməli bunu da qarşısına çatdım. Gördüm ki 2, 4, deməli əmsallar eyniləşdi. Və bax deyir ki 6 mol CO2 alınıbdır. Və biz görürəm ki 2 moldan 2 mol CO2 alınıb. Yəni 2 mol CO2, 2 mol CO2 alınıb. 6 mol CO2 alınıbsa nə qədər girib reaksiyası o? Tapdım ki elə 6 mol CO girib. Bu qalsın yerində. Və 6 mol giribdir. Tamam. İndi oksigen tapaq. Oksigenə görə indi yəni buradan yazacağam, amma belə izah edəcəm. Deyirəm ki 6 mol CO girəndə bilmirəm nə qədər O2 alınır mollara, amma 2 mol CO girəndə 1 mol O2 alınır. Deməli x-imiz nə qədərmiş? 3 molmuş. Deyir ki, eyni mol miqdarda götürülübdür. Orada bax deyir ki, 6 mol CO2 alınıbdır. Deməli ki, bu birisilər də 6 mol götürməlidir. Amma 3 mol götürülürsə, 6 mol girə bilməz. Bu mümkün deyil axı. İndi görürəm ki, 6 mol yəni götürülübsə, burada da 3 mol O2 qalıbsa, deməli ki, 6 mol girməliymiş, 3 mol işlənibdir. Deməli 3 mola artıq qalıbdır. Cavabımız artıq qalan B-ymiş. Bəli, yenə karbohidrogenlərdən danışdıq. Yəni yenə bunların gəldi.
İndi burada sıra əsasında əslində, amma məncə düz sıradan eləməyək, elə ayrı baxaq. Görürəm ki, 6 dənə karbon var. Deməli, bunun qarşısına 6 düşür. Cəmi 6-dır. Ya, hələ ki, gedək, bir dənə gedək. Əvəz yazaq, bir görək. Görək nə gedir. Deməli, 6 dənə karbonumuz var. İndi bax, görürsən ki, 14 dənə hidrogenimiz var, amma bu tərəfdə 7 dənədir da. Deməli, mən onun qarşısına 7 qoyaram ki, 14 olsun. 7-ni çəkəm, onda 14 eləyir. Tamam, bura kimi hər şey gözəl. Görürəm ki, 12, 7, cəm nə qədər edir? 6 ki, 12, 7-nin də belə var, 7, 13, 7, 19 dənə oksigen var. Amma burada 2 dənə oksigen var. Hə, 19-u 2-yə bölünür, neçə eləyir? 9.5. Deməli, 9.5 mol oksigen düşüb bunun payına. Axı biz bilirik ki, hidrogen kimyəvi reaksiyalarda biz yarımçı mollarını işləmirik də. Biz bunu tamamlamalıyıq. O yüzden də hər bir reaksiyanı 2'ye vururuq. Bu 1'dir bu arada. Çünki 6 karbon var. Hər bir reaksiyanı 2'ye vururuq da. Hamısını 2'ye vururuq. Riyaziyyatdakı kimi. Deyə belə. 2'ye vurmurduq. 2A üstə gəlir, 2B üstə gəlir. İndi bunu da eləyəcəyik. Yazaq. 2 mol C6 H14 üstə gəlsin. 9'dan da bir şey çalın neçə? 10 üzülsən 19 o 2 6'nın 2 12 7'nin 2 14. Bu kadar sadece. Sonra biz de bunları topluyor. Toplayaq. 2 19 12 14 cəminə gedək bir var. 28 17 47 C variantı. 14-cü suala keçək. 6 CO2 6 H2O 2 üstə gəlsin 6 O2. Bir dənə baxım görüm bu reaksiyanın nə alınır. Həqiqətən də girmə öyrənim gəldim. Deməli araşdırdım gəldim. Deməli bu fotosintez reaksiyası imiş. C6 H12 O6 alınırmış. Görmə misallar yerindədir. Ha, yerindədir. Deməli biz öyrənək, gəlin öyrənək. 6 mol CO2'nin üzərinə 6 mol H2 əlavə. Hə, karbon biyologiyada keçmişdim bunu. Necə yadıma düşmür axı? Hə. 6 mol karbonun 6 mol hidrogen yanında. Hə, C6 H12 O6 alınır. Bəli, bu reaksiyadır. Hə, orada bir molekulun neçə atom var deyir. 24 atom var da. Burasını bilir. 6 12 6. Yəni bu atom da elə 6 12 6. Yani bunların canını toplayanı 24 edir. D variantı. Sonra ne gəldi? Hə, deməli x, y nisbi atom kütləsini hesablayım. Yaxşı. Kütləsi nə qədər deyir? Hə, əvvəlcə birincini veribdir. Zaten kütləsini tapsa, elə o birlərində çıxış yolu tapar. 12'ni 7'ye vur. Üstüne gelsin. 1 vur 16. Ne kadar eləyir? 84 üstə gelsin. 16'ın tabaq görə ne kadar eləyir? 100 eləyir. Hə, deməli o beləni 100'ə bərabər eləməli. X üstə gelsin. 12 üstə gelsin. Məncə buraları rahat başa salmışam deyin ha. Yəni başa düşərsiniz mən neyniyirəm. 11 yadda 60, 100. X bərabərdir 40'a. Tamam. Y üstə gəlsin 16. Bir dəqiqə. Orada nə görürəm ki, onda 5 görürəm. Hə. Yaxşı görürəm. Gördüm. 2.5 moluna bu 1 moldur. Çoğunda 5 moluna dəyəmini hesablayayım özüm. Çoğunda 5'ə eləyər 100. Y üstə gəlsin 16 bərabərdir. Hə, deməli necə elədim? Deməli sözünü çox istifadə edirəm. Neysə, y üstə gəlsin 16'dır. Elə bir bax, biz normalde bax bu əmsalları buna qarşısındakına vurmurduq. Ümumi ayrı. Bax,
ümumi 12'ni birə vurmurdu. İndi burada ümumi molekuldur deyə. Bu 2.5 var qarşısında. Mən bunu mRNA vurdum da. 2.5'i x üstəgəlsin 16'ya vurdum. Orada kütlənin zaten tapmışdıq da 100. Mən də oradan x üstəgəlsin 16'ını 40 tapdım. Deməli ki bunun ümumi ayırı ml imiş. Sonra oradan da y-ni tapdım. 40'dan 16'ını çıxdım 24. Deməli ki bunun ayırı 24'müş. O birisini zaten tapmışdıq da ki 40 edişdi. O birisini tapmışdıq 40'dır. Cavabımız C variantı oldu. Bəli, bugünlük bu qədər. Hələlik.